Cənab Prezidentin İlham Əliyevin söylədiyi fikirlə bağlı bir mövqe var. Həqiqətən də çox ən mükəmməl liderlərdən biridir günümüzdəki. Bu çox nadir bir hadisədir. Amma eyni zamanda bir siyasi bir məsələ də var ki, biz görürük ki, hamı özünün Pandora qutusundan danışır. Hamı yeni Pandora qutusundan danışmaqda, amma yeni əsl Pandora qutusu Kosovo məsələsi ilə bağlı oldu. Separatizmdən əziyyət çəkən Serbiyanın prezidenti Aleksandr Vučić bu problemi həll edən yeganə prezidentə əvvəlcə öz hörmət və ehtiramını bildirir. Ancaq eyni zamanda onu da deməyə çalışır ki, Kosovo problemi daha ağır problemdir. Ağır olmaqla yanaşı həm də Pandora qutusudur deyir. Məşhur Yunan əfsanəsini xatırladır. Əvvəlcədən xəbərdarlıq olunmasına baxmayaraq, əlindəki qutunu açan gözəl Pandora bəşəriyyətə həmin qutudan xəstəliklərin, bədbəxtliklərin çıxmasına səbəb olur. Sonda bağlayır qutunu. Ancaq bağlayanda da qutunun içində yalnız ümid qalır. Xəstəliklər və bədbəxtliklər artıq çıxmış olur. Kosovanı Pandora qutusuna bənzətdi Aleksandr Vučić. Həqiqətən də Kosovo məsələsi son illərin ən ağır, ən mübahisəli və çox gümankən dəhşətli bir məsələsidir. 2008-ci ildə Serbiya tərkibində muxtar qurum olan Kosovo parlamenti müstəqilliyini elan elədi. Dövlət müstəqilliyi haqqında qərar qəbul elədi və dərhal onu qərb ölkələri tanımağa başladı. 2010-cu ildə Beynəlxalq Məhkəmə Kosovonun öz müstəqilliyini elan etməsini beynəlxalq hüquqa uyğun saydı və çox dəhşətli bir president meydana atıldı. Bundan sonra 2014-cü ildə Krım Rusiya tərəfindən işğal olundu. Ancaq işğal olunmamışdan əvvəl orada referendum keçirildi və əhalinin də böyük əksəriyyəti referendumda Ukrayna tərkibindən çıxmaq barədə məsələyə səs verdi. Və Putin də dedi ki, Kosovoda parlament qərar qəbul eləmişdi müstəqillik haqqında. Ancaq burada xalq qəbul eləyib, burada referendum keçirilib. Nəyə görə Kosovo əhalisinin rəyi öyrənilmədən elan olunan müstəqillik qəbul olunmalıdır, ancaq Krımda qəbul olunmamalıdır. Azərbaycan üçün də çox ciddi problemlər yaratdı bu prezident. Qarabağ erməniləri uzun müddət bu deməli məsələdən yararlanmağa çalışdılar. Kosovo məsələsini nümunə göstərdilər. Xilas olmaq üçün çıxmaq hüquqlarının, Azərbaycanın tərkibindən çıxmaq hüquqlarının olduğunu dedilər. Çox çətin günlər yaşadıq. Onsuz da Azərbaycan üçün çətin idi. Ancaq Aleksandr Vučić bir məsələdə haqlı deyil. Qarabağ məsələsi Kosovo məsələsindən bəlkə də daha ağır bir məsələ idi. Çünki Kosovo məsələsində Rusiya Serbiyanı müdafiə edirdi. Digər böyük dövlətlər Kosovonun yanındaydılar. Ancaq Qarabağ məsələsində dünyanın bütün böyük dövlətləri Azərbaycanın qarşısında yer almışdılar. Və Qarabağın müstəqil olması üçün əllərindən gələni edirdilər. Qarabağda vəziyyət daha çətin idi. Nəinki Serbiya Kosovasında. İndi 100-dən artıq dövlət tanıyıb Kosovanı. Bəziləri peşman olub, imtina eləyiblər qərarlarından.
geri götürüblər və bu səbəbdən hətta Kosovanın nə qədər dövlətin tanınması haqqında dəqiq məlumat da yoxdur. Ancaq Kosova prezidenti var və çox güman ki, bu prezident hələ çox dövlətlərin başının bəlasına çevriləcək.